Ümumiyyətlə, CorelDRAW proqramında düzbucaqlı alətin üzərində mausun sol düyməsini 2 dəfə vuranda səhifənin ölçüsündə düzbucaqlığı yaranır. Bax, 2 dəfə vururam. Fikir verdin. Bir dəqiqə. Piktulu seçək. Bax, fikir verdin. Görürsən? Səhifənin ölçüsündə olur da bu. Başa düşdüm mən demək istəyirəm. Belə. Bunu hələ ki indi eləməyək, bunu ən sonda eləyərik. Prosta əlavə qeyd kimi dedim ki, 2 dəfə vuranda başa düşdün də səhifənin ölçüsü ilə eyni boyda olur, düzbucaqlı. Gəl birinci bunu əmələ gətirək. Bax, burada bu nədir? Bu da şeydir də, o impact tool idi də, poligona giririk. Məsələn üçün, bu təsir etmə alətidir də. Prosta biz bundan öncəki tapşırıqda radial nə eləmişdik bunu? Bunu bu səfər paralel eləyəcəyik də, məsələn. Deyirəm, bu paraleli seçirəm. Misal üçün də çəkdim bir ölçüdə, aydındır. Belə, bunu eləyəndən sonra bunun için rəngi nədir? Markov rəngidir də, narıncı rəng. Kənarları isə nədir? Qara rəngdir. Prosta bunu burada, belə deyək də, biraz dəyərləri dəyişdirərək, bildim mən demək istəyirəm, dəyərləri dəyişdirərək, oradakı kimi eləmək lazımdır da. Başa düşürsən? Təxmini elə, yəni gözə yarı eləyə bilsən, kifayətdir. Yəni, ehtiyac yoxdur, dur belə dəqiqliyinə eləyəsən. Gəl, biraz bunların ölçülərini böyüdək. Görək, böyütsək nə effekt verəcək. Biraz bunları azaldaq. O prosta ölçüləri tam yadımda qalmayıb. Bax, bunu seçək, buradan belə nə? Üçbucaq seçək də. Görək, orada necədir mən şəkildə baxaq. Burada üçbucaq kimidir də, üçbucaq kimi. Üçbucağa da bənzəyir, əslində qalsa, ya da ki, burası nazik də ola bilər. Gəl, bir dənə buradan bu üçbucağı seçək. Aha, üçbucaq da elə. Bu biraz neyniyək? Böyüdək. Yox, azaldıram əksinə. Bunu böyüdək. Böyütdüm belə. Misal üçün. Bunları bir dənəsi azaldaq. Görürsən, çox da belə eləmək olmaz. Təxminən belə bir ölçüdə elədik. Prosta evdə biraz üstündə oynamaq lazımdır da, o şəkildəkini ala bilməkdən ötəri. Burada da gəlirəm, bir dənə bunun ölçüsünə baxaq. Aha, bunu bir dənə təxminən belə bir şey eləyək. Eləyəndən sonra burada text tool seçirəm, text tool. Text tool seçdim. Burada bir dənə nə yazdım? Fast yazdım. Bir dənə fast sözünü yazdım. AST. Bunu eləyəndən sonra bu burada nə edirik? Böyüdürük. Aydındır. Biraz da böyüdək. Fast. Bu da burada deməli, bax, fikir ver. Deməli, orange edirik. Daha doğrusu mətni seçək. Bax, piktulu seçək. Mətni seçək. İçərisi deməli nədir? Narıncı rəng, kənarları nədir? Qaradır. Biraz bunun ölçüsünü indirik. Artırıq da. Daha doğrusu deməli bunu seçək. Bax, bunun ölçüsünü biraz... Yox, bu ölçüdən söhbət getmir. Kənar xəttlərin ölçüsündən gedir də söhbət. Düz deyil. Bunu necə eləyə bilərik? Bunu seçək. Girək bu hissəyə. Belə bir panel açılır. Görürsən, burada frame var, frame. Frame-ə girək. Bu rəng, onun rəngidir də. Bir dəqiqə. Bunlar abzaslardır. Bunlar isə əslində qalsa bunu eləməyin ən rahat yolu bura deyil. Haradır? Burada text olan hissəyə girək. Text. Burada deməli yox, bunlarla eləməyək. Edit texti və həmin paneli açılacaq da. Həmin paneli açacaq. Dəqiqə. Bu mətnin özündən də. Bizə nə lazımdır? Bizə lazım olan nədir?
kənarlarının eni də. Başa düşürsən mən nə demək istəyirəm? Kənarlarının eni. Fit text pass deyil. Align to baseline. Tamam, buraya yok değil. Bunu deyərəm sən növbəti dərs. Burada istəyirəm bunu biraz rahat yolla eləyək. Amma bu şriftin özünün ölçüsüdür. Düz deyil. Bu simvollar arası məsafədir. Bu daxili rənglərdir. Hə, bax burada. Bax, girək bura. Bax, hairline var. Heç növbədə dərsə ehtiyac yoxdur. Bax, hairline hissəsinə girək. Bu hissədir. Ən rahat yol budur. Hairline-a girirsən. 2. Başa düşdün. Ən rahat elə yolu buradır. İlk dəfə ona görə buraya girmişdim. Başa düşdün. Təxminən də evdə baxarsan da mən elə belə 4 punkt verdim. Məncə pis də deyil əslində qalsa. 4 punkta da uyğun gəlir başlı. Evdə baxarsan da yenə də. İndi bizə nə lazımdır? Fikir verirsən, burada F hərfi nə olub? Biraz mailli olub da belə. Düz deyil. Normalda biz maillini burada nə ilə verə bilərik? Nə ilə verə bilərik? Bu italiklə verə bilərik də, düz deyil. ya da ki. Bunu çəkirəm, bura yerləşdirirəm. Bunu biraz da böyüdürəm belə. Bax, buraya nə istəyirəm eyni olsun da. Bax, görsən. Bax, bunu mouse'un göstəricisini aparıram belə. Bax, mouse'un göstəricisini aparıram belə. Burada Node yazılan hissədə buraxıram ki, eyni olsun da. İndi bunun üstündə bir dəfə də vururam. Bax, bu mailli eləməkdir. Başa düşdün mən demək istəyirəm. Əslində qalsa burada yazı maillidir. Bax, burada yazı maillidir. Problem nədədir? Problem bundadır. Bunu mailli eləməkdədir. Bildin necə? Yazının özünü burada mailli italik seçərsən də, başa düşürsən. Burada bir problem yoxdur. Problem bunu mailli eləməkdədir. Bunu mailli eləyək. Bundan başa düşdün necə? Burası uyğundur. Bir dəfə də vuraq bunun üstünə dəyişdirək. Bax, bunun burasını da burası ilə eyni eləyək də. Başa düşdün? Bu formada. Sonra nə edirik? Bu hangisini seçirik? Nə edirik? Qruplaşdırırıq. Qruplaşdırandan sonra P düyməsini bas. Aydındır. Prosto bu biraz hardadır? Yuxarıdadır. Çünki aşağıda başqa bir şey də var da. Cəhərəli shift düyməsindən basıb saxlayıb yuxarı çəkək. Düz deyil. Bax, sonra bu aldığım bu forma var. Cəhərəli bir dənə bu ungrup eləyək. Bu aldığım bu forma var. Bir dənə Ctrl-Z, Ctrl-V ilə, Ctrl-Z, Ctrl-V. Bax, bu formanı çəkirəm hələlik bir kənara. Bunları bir yerdə qruplaşdırıram. Gələ bir dəfə bayaq kopyasını alardıq, yadımızdan çıxdı. Ona görə mən burada gəldim, ungrup elədim də, yəni seçdim bunu. Neynədim? Ungrup elədim ki, bu bundan ayrı olsun da. Başa düşdüm mən demək istəyirəm. Aydındır. Və kopya eləsəydim, buna ehtiyac yox idi da. Bunları təzədən bir dənə qruplaşdırım. İndi mənə lazımdır. Ayda bunu daha geri qruplaşdırdım. Bir dənə də ungrup eləyim. Gərək bu fas sözünü də eləyərdim. Ctrl-Z, Ctrl-V elə. Ctrl-Z, Ctrl-V. Bu hələlik bura çəkim. Bir dənə bunları seçim. Neyniyim? Qruplaşdırım da. Dəqiqə yaxşı seçək. Qruplaşdırdım. Bax, bunlar bir yerdədir zaten. Başa düşdüm. Bunlar həqiqətən də bir yerdədirlər. Aydındır. İndi bunun üstünə 2 dəfə vururam. Buraya slow. Slow yaz. Shift. Elə yox. L. Böyle. Hamısı böyle yazır. O. Bir de W. Dəndiri dəyiş. Aydındır. Səncə nəyə görə bu fastı kopyaladıq? Səncə. Niyə bunu elədik? Təzdən bunları eləməyək də. Rəngi vermək, bunun kənarını belə eləmək. Çünki biz bu tekstula vurub yazsaydıq burada, slow yazsaydıq, başa düşdün necə? Gərək onu böyüdərdik, içinin narıncı eləyərdik, qıralarını qara eləyərdik. Sonra hairline vardı, bir girdik. Hairline hardan girdik? Buradan girdik də. Hairline-dan sonra o, bildin də, konturlarının rəngini dəyişdik. Bu hissədən də, yəni, başa düşdün necə? O prosesləri eləməməkdən ötəri. Neynədik biz? Fastı kopyaladıq. Bildin necə? Fastı kopyaladıq.
Onun formatı hazırdır da orada. Bir dənə browser fast silib slow yazdıq. Bildin də niyə bunu belə elədik? Bundan sonra nə edirik? Bax, bunu seçirsən belə. Gəlsən bura 45 yazırsan. 45. Enter, ISO. 45 yazdıq. İstədiyim kimi tam bu vermədi. Dəqiqə. Əməliyyatı ləğv eləyək. Belə eləməyək. Bunu boş ver. Bu 45'i boş ver. Mesela bir dəfə də vururam. Bunu biraz fırladıram. Belə. Sonra bunun rəngi nədir belə? Məsələn, slow'unu biz sarı eləyək də. Prosto slow'unu seçək. Bunu sarı eləyək. Aydındır. Bunu isə seçək. Qırmızı eləyək. İndi biz burada nə edəcəyik? Power Clip Inside edəcəyik. Necə? Bunu seçirik. Mouse'un sağ düyməsinə basıb saxlayırıq. Görürsən, bu A hərfini görürsən, A hərfini. S-nın üstündə A hərfi peyda oldu. Birinci bunu böyüdək. Çox balacadır. Bir dəqiqə. Bu xeyli böyüdək. Aydındır. Biz xeyli böyüdək. Seçdik. İndi mouse'un sağ düyməsini basıb saxlayırıq. Bunun üstünə gətiririk. Belə. Gələ biraz da böyüdək deyə həm. Bunu biraz da böyüdək. Buranı çox böyütmək lazım deyil. Bu qədər bəsit. İndi boşluğa vururam. Mouse'un sağ düyməsini basıb saxlayıram. Sürüşdürürəm bunun üstündə. Aydındır. Prosta necə edirəm? Bax, mouse'un sağ düyməsini gətirirəm bunun üstünə. Bu A hərfini görürsən, A hərfini. Bir dəqiqə. Gələk bunu xeyli böyüdək də. Bir dəqiqə. Bax, bunu belə eləyək, bunun üstünə gətirək. İstədiyim kimi tam olmur. Bax, buradan götürək. Bax, aşağıdan götürmək lazım idi. Bax, burada A hərfini görsənsə. Bax, bu hissədə buraxırıq. Burada nəyə giririk? Power Clip Inside-a. Başa düşdün mən nə demək istəyirəm? Yoxsa yox? Nətər elədik? Bir də qaydaq. Nə elədik? Bax, bu hissədən götürürsən aşağı hissədən. Sağ düymə ilə sürüşdürürsən. Bax, burada A hərfini gördün. A hərfini görən kimi park qurursan. Başa düşdün? Yoxsa yox? Sonra pick tool aləm. İndi gələm bu üstünə 2 dəfə vururam. Bu nə idi? Dedi ki, səhifə ölçüsündə olacaq da. 2 dəfə vurdum. Burada özü artıq nə əmələ gəlib? Düz bucaqlı. Sonra da gəldim buna bir dənə rəng verirəm. Oradakı rəngə uyğun bir dənə məsələn forest green verək ya da ki dark green verək. Dark green rəngi verirsən. Belə bir daha çox uyğun gəldi. Aydındır. Devam burada elədi də. Düz deyil. Dark green. Sonra bunların da hamısını seçirəm. Sonra da nə edirəm? Qruplaşdırıram ki, ikisi də dağılmasın. Görürsən? P-ni bas. Все. Aydındır. Ya da belə bir şey deyə bilərdik. Belə bir şey, belə bir qruplaşdırmazdıq vəbşə. Mən qaytararaq vəziyyətdə. Hansı ki, bunlar bax, bunu seçirik. Shift-i basaqla. Bunu da seçirik. Bu ikisini bir ən qruplaşdıraq. P-ni bas. ISO. Başa düşdün necə? İndi sonra bu üçünü seçirsən, qruplaşdırırsan. İndi lap dəqiq oldu da. Aydındır. İndi biz ölçəli təxmini verdik də. Ola bilər də burada biraz balacadır. Bir balaca. Biz biraz çox ilk elədik. Aydındır bu formada.